Hər vaxtınız xeyir olsun, dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Metev təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi eləcə də izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC-FM Azərbaycan yazmaqla Azərbaycan Fotoqraflar Birliyinin idarəetinin üzvü Aydın Mehtiyevlə biz danışacağıq. Hansı mövzunu Cəbrayılda möhtəşəm bir sərgi keçdi, Kəlbəcərdə olacaq bu sərgi və digər hansı istiqamətlərdə olub və olacaq. Onunla bağlı elə Aydın müəllimlə də söhbət eləyəcəyik. Hər vaxtınız xeyir, xoş gəlmisiniz Aydın müəllim. Hər vaxtınız xeyir, hörmətli dinləyicilər. Cəbrayılda sərgi oldu. Cəbrayılda sərgi oldu. Yəni ki, inşallah Allah qoysa, yəni sərgini uzun vaxtda hazırlayırdıq. Hətta o zonada, döyüşlər vaxtı ilə gedən zonada biz vaxtı ilə çox çəkiliş aparmışıq. Müharibə təzə qurtarmışdı. Azərbaycan Fotoqraflar Birliyinin üzvləri Qarabağda çox çəkilişlərdə oldular. Şuşada, Laçında, Füzulidə, Cəbrayılda və s. Və bu sərgində belə deyək, uzun vaxtda hazırlayırdıq. Yəni çalışdıq da səviyyəli keçirdi. İndi bilmirəm nə qədər. Mən bilən normal alındı. Hansı fotolar, kimlər var idi, kimlərin fotoları var idi? Hansı fotolar orada öz əksini tapdı? Orada belə deyək, orada birinci Azərbaycan Fotoqrafları Birliyinin arxivindən olan fotolardır. Hətta fikir verdinizsə, bilmirəm siz orada yoxdur da. Yəni orada 78-ci ilində fotoları vardı, 82-ci ilində fotoları vardı. Yəni arxivdən çox maraqlı fotolardır və müasir fotoqrafların, misal üçün Vüqar İbadov idi, Fariz bəy idi, misal üçün də Amir xanımın özünün Fotoqraflar Birliyinin sədri. Yəni ki, Azər Tacın fotoları vardı. Müasir fotoqrafların çoxunun belə deyək, o sessiyalarda, fotosessiyalarda, fotoplenarlarda keçirmişik. Onların çoxunun orada foto şəkilləri var. Neçə foto var idi təxminən? Və neçə fotoqrafın orada say varsa? Deməli, təxminən belə deyək, 45-dən yuxarı, Fotoqraf 40-a yaxın foto şəkil var idi. Məncə çox gözəl, öz yerli cəmaət, Cəbrayıl sakinləri çox böyük maraq göstərdilər. Ona da mən fikir verirdim. Yəni ki, istər-istəməz istənilən sərgidə görürsən ki, baxırsan ki, reaksiya necə olacaq. Gördüm ki, formada da cavan oğlanlar var idi. Yəni ki, belə deyək, mən elə gəlir ki, çoxu döyüşlərdə maraqlanırdılar, bəli. Çünki onlara da yaxın mövzular idi. Sonra belə deyək, yerli cəmaət də gəlirdi, uşaqlar da gəldi, Ağbirçay da vardı, Ağsaqqal da vardı. Mass media tərəfdən də maraq var idi. Yəni ona görə biz də çalışırıq həmişə markamızı belə deyək də səviyyəmizi saxlayaq. Kəlbəcərdə ayın 25 olacaq. Bəli, noyabrın 25-i inşallah Allah qoysa, Allah deyən olsun. Kəlbəcərdə noyabrın 25-də sərgimiz gözlənilir. Kəlbəcərə həsr olunmuş. Yəni ki, orada nələr olacaq? Hansı fotolar özəkini tapacaq, yığmısınız mı? Orada belə deyək, yox. Orada indi hələ material hazırlanma səviyyəsindədir. Yəni olubdur ki, bizim fotoqraflar təkcə Xudafərin körpüsünə yox, misal üçün vaxtilə Xudafərin körpüsünə də çıxmışıq. Yəni ki, çəkilişlə. İndi də yəni ki, bundan öncə biraz bizim fotoqraflar Kəlbəcərdə də olublar, yəni ki, çəkilişdə. Yəqin ki, bir də olacaq, bir 10 gün ərzində, yaxın 10 gündə, 15 gündə fikrimiz var. Kəlbəcərdə bir də oralarda çəkilişdə olaq ki, maraqlı olsun. Çünki nə qədər çox olursansa material yığılır. O materialdan ən yaxşısını seçirsən, istər mənzərəsi olsun, istər hansısa bir sosial proses olsun və s. və ilaxır. Ona görə də. Və Cəbrayılda sizin ən xoşunuza gələn foto hansı idi? Və daha çox o izləyicilər tərəfdən diqqət yetirilən, xüsusi bir qayğı göstərilən, hər kəsin bir fotonu çəkdiyi. Orada mənim özümə daha çox belə deyək də xoşuma gələn bir neçə şəkildir. Birində dayana bilmərəm. Bir Amir xanımın belə deyək Xudafərin körpüsün çəkilişində çox gözəl çıxmışdı onun fotosu.
Yəni Araz çayı, o qədim körpünün strukturası və s. və ilaxır və ümumi şəkildə çox gözəl görsənirdi. Vüqar İbadovun bir də o Fariz bəyin belə deyək, onlar hərbiçilərin çəkilişini aparıblar. Orada çox bir iki dənə yox. Vüqarın da Farizin də orada bir neçə çox gözəl şəkilləri vardı. Şimdi gözəl şəkillər çox idi. Hərəsinin öz nüansı var, teksturası var, forması var. Yəni ki, ona görə o bilirsiniz, belə deyək də, deyəsən ki, hansısa çox gözəldir, o bizlərdən çox fərqlənir, yox. Amma ən çox mənə, şəxsən mənim özümə ən çox xoşuma gələn foto şəkil oldu Amir xanımın şəkli Xudafərin körpüsü. Xudafərin körpüsü. Mahir Əhmədov var bizdə, Azərbaycan Fotoqrafları Birliyinin üzvü. Məsələn, ondur, çünki biz yanvar ayında, fevral ayında getmişdik. Onun da fotosu gözəl alınmışdı. Amma deyirəm, yenə də deyirəm də, orada çox idi, bizim müəlliflər çox idi, amma Amir xanımın şəxsən mənə bir, belə deyək də, zövqümə uyğun olaraq onun şəkli oldu. Bəs Kəlbəcərdə hazırda indi hazırladığınız əlinizdə olan Kəlbəcərdə belə deyək də, indi olacaq. hələ ki materialı Neçə seçirik. foto olacaq? Yəni ağlınızda bir rəqəm var da yəqin ki. Nə deyim, əvvəlcədən demək olmur da. Yəni ki, minimum yəqin ki 25 foto olacaqdı. Amma konkret indi onu baxacağıq ki, biz də çalışırıq ki, həmişə əsas bizim tələbimiz odur ki, səviyyədə olmalıdır hər şey. İndi bu Azərbaycan Fotoqrafları Birliyidir. Əlbəttə, orada olan fotolar həm o müharibə vaxtını əks elətdirir, ondan əvvəlki və sonraki. Təkcə 44 günlük demirəm, yəni məsəl üçün 90-cı illərin müharibəsi. O öz yerində, çünki düzdür, deyirəm də 78-ci ildə mən baxdım, yenə də Xudafərin körpüsü iri planla bir fraqmenti verilmişdi. Hətta düz ortasına neytral həddə qədər. Mənim özümdə Sərhəd zolağında çəkilişdən anlayışım çoxdur, özümdə vaxtilə paqon daşımışam 24 il. Ona görə də o vaxt 78-ci ildə Xudafərin körpüsünün orta hissəsini çəkmək o Sərhəd zolağında olan adam olmalıydı. Yəni ki, bugün MTN deyirik, o vaxt KGB deyirdilər. Yəni ki, minimum onu o çəkilişi eləyən adamın belə deyək də icazəsi olmalıydı o zonada fotoaparatla işləməyə. 78-də. O vaxtı bir dənə İran tərəfə çönüb baxanda adamı tuturdular, apardılar ki. Yəni ona görə hələ baxaq görə arxivdə nə var, misal üçün də, çünki Kəlbəcərdədir biz, yəqin ki hazırlayanda baxacağıq arxiv materiallarımızda da, görə arxivlərdə də nəyimiz var, yəni oradan da seçim eləyək. Çünki deyirəm də, hərdən birdən arxivdən çox maraqlı və mövzu uyğun, həm də çox maraqlı bir fotolar çıxır. Yəni ondan da əlavə indi görək də, indi özümüz də istəyirik, çəkiliş aparaq. Ona görə də başqa hansı günlərdə sizin Qarabağda tədbirləriniz olubdu? Füzulin günündə olubdu. Yəni ki, Laçın günündə olubdu. Çünki məsələn o vaxt Laçına gedəndə hətta Zabuxda elə oldu ki, köç də var idi. Onun da çəkilişini apardıq. Evlərin açarları təqdim olunurdu. Ağoğlan monastırı getdik, oranı da gördük. Oranı da çəkilişini apardıq. Hətta misal üçün mən həmişə onu deyirəm ki, biz çəkdiyimizi mən çalışıram şəxsən özüm beynəlxalq foto müsabiqələrə də göndərim. Misal üçün Ağoğlan monastırının şəkilləri mənə uğur gətirdi. İtalyan konkursunda, sonra belə deyək, Amerikan konkurslarında, İspan konkurslarında, foto müsabiqələrdə. Yəni ki, belə deyək, mən həmişə onu deyirəm ki, cavan fotoqraflarda onu deyirəm ki, çalışın beynəlxalq konkurslarıdır. Çünki bu vətəndir, belə deyək, və bunun ən gözəl təbliğ növlərindən biri elə onu foto müsabiqələrdə, xarici foto müsabiqələrdə təqdim etməkdir. O Azərbaycanı belə deyək də biz istər-istəməz onu təbliğ edirik. Zəfərlə bağlı yəqin ki tədbiriniz olacaq. Yəqin ki, elə bu belə deyək, Cəbrayıldakı sərgi onun
adı səhv etmirəmsə, yəni ki, belə gedirdi ki, Zəfər obyektivdən tarixə, belə deyək də, Qarabağ obyektivdən tarixə. O orada istər-istəməz Zəfərə həsr olunmuş fotolar çox olur. Həm də deyirəm də, bizdə bir neçə fotoqraflar, Fariz bəy misal üçün Daxili İşlər Nazirliyinin, belə deyək, çəkilişlərində çox iştirak edir. Vüqar İbadov xüsusi təyinatlı hərbi yanki təlimlərdə çox iştirak edir. Oradan da belə deyək də fotolar oradan götürür. Və qarşıda hansı tədbirlər var Qarabağla bağlı? Kəlbəcəri bildik. Qarabağla bağlı yəni ki, fikrimiz var ki, hələ belə deyək, Əsgəran qalasıdır misal üçün də, biz onu keçən dəfə gedəndə Qarabağa onun çəkilişini apardıq. Amma hələ ki heç birimiz onu cəmləşdirib baxmamışıq ki, kimdən nə alınıbdır. Misal üçün Ağdamın özündə biz olduq, keçən dəfə Su qovşanda olduq və və ilaxır. Planlar çoxdur. Qarabağ zonası üzrə planlar çoxdur. Çünki bu bizim ağrımızdır. 30 il gözləmişik bugün. Gedirik, adam doya da bilmir. Ona görə də o cəhətdən konkret mənində heç nə deyəmərəm, amma planlar çoxdur. Planlar çoxdur. Qarabağ zonası ilə planlar çoxdur. Biz də sizə uğurlar arzulayırıq. Çox təşəkkür edirəm sizə. Var olun, minnətdaram və inanıram ki, 25-də Kəlbəcərdə keçirəcəyiniz sərgidə möhtəşəm olacaq. Allah qoysa, Allah deyən olsun. Və Gündəm Qarabağ verilişi də bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, izləməkdə davam edin. Sağ olun, salamat qalın.